Hər kəs salamlayıram, əziz dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bu gün sizə qəbullara düşmüş məhsul suallarının izahını verəcəm. Gəlin keçək baxaq. Deməli uşaqlar, bu sual 5 mart 2022-ci ildə düşmüş suallardan biridir. Görək, burada sizin cümlə budur. We use electricity to cook our houses. İlk öncə biz bu tamamlığı tapmalıyıq. Tamamlıq şuralar hansıdır? Xəbərdən sonra gələn sözün electricity. Və biz bilməliyik ki, passive voice yəni məhsul necə düzəlir? To be plus P2. P2 ilə düzəlir. Burada da use indiki sadə zamandırsa, elektrik sözü təklərsə is used. Elə sadəcə bunu tapsan, cümlənin davamını tapmağa hər şey ehtiyac yoxdur. Has been getdi, was getdi. Izdən sonra been gəlməz, getdi. Sonra used, hanı bunun to be-si, to be yoxdur. Getdi, canımız qalacaq. C variantı. Yəni, inanıram ki, aydındır. Mart 2022-yə düşən suala baxaq. Burada məsələ nə yerdə? Artıq biz bilirik ki, publishdən sonra gələn the book mənim mütləqadır. Əgər bu will ilə gəlirsə, yoldaşlar, willin to be-si necə olacaq? Will be. Burada published olacaq. Will be published olacaq. Burada willin be-si yoxdur. A səhvdir. Buna görə will be published by-dır. Burada da willin be-si yoxdur. Burada da willin be-si yoxdur. Burada da mübtəda artıq tamamlıq doğru gəlmir. Ona görə cavabımız olacaq B variantı. Güman edirəm ki, rahat suallardır. Yəni, passive voice çoxsunun qorxduğu, amma ən rahat tipli suallardan elə başlayacaqsınız görə. Baxaq. Burada scolded. Yəni, burada görürəm ki, keçmiş zamandır. Deməli, mən izi çıxardım. Deməli, mən yenə izi çıxım. Deməli, mən həzirə çıxım. Çünki burada bitmiş deyil ki, sadə keçmişdir da, yenə çıxım. Sadəcə zamanı bilməklə, yəni zamanı bilməyin önəmi burada hardadır. Yəni, bilməklə bu variantları A-nı, C-ni yenə çıxdım. Okey, burada da bilgi var. Yenə zaman, yenə də çıxdım. Cavabım qaldı B variantı. Yoldaşlar, gəlin keçək 3 aprel 2022-ci ildə olan suala. Demək, burada nədir? Made unimportant. Unimportant keçməlidir qabağa. A getdi, C getdi. İndi burada made varsa, deməli nə olmalıdır? Was made. Mənim tamamlığım nədir? Mənim tamamlığımı gəlin mavi rənglə göstərək. An important decision daha doğrusu. Aha, burada an important gəlib, yerə getdi. Cavabım qaldı B variantı. Çünki burada izmir. Anladınız mı yoldaşlar? Yəni, çox rahat bir sual idi. İndi gəlin keçək 13 mart 2022-ci ildə düşən sualı. Görək, burada məsələlər nə yerdədir? Aha. Journalist took varsa, deməli, mən artıq an interview da mənim köməkçi feilidir. Deməli, mən artıq feil olaraq necə düzələcək? Was taken. H-də olmalıdır. An interview students getdi, journalist getdi. Yəni, mən hələ ki, tamamlığımı doğru tapdığıma görə 3 variantı ixtisara sala bilirəm. Burada da was var, dedik was olacaq, is olmaz, cavabımız olacaq nə? A variantı. Təxmin demək olar ki, sual tipləri eynidir. Məsələn, burada sual tipi olaraq doğru passive voice seçin də ola bilər, kətbi change passive voice və s. Bu tip suallar da gələ bilər. Deyəsən, yoxdur bu sınavımızda, amma yəni bu sınav olan videolarda kanalımızda var. Teach varsa, indiki zamanda English-i keçirdirik qabağa. Jane getdi, English qaldı. Burada teach varsa, hanı bunun köməkçi feili getdi, was olmaz. Çünki burada nə olmalıdır? Is olmalıdır.
indiki zaman olur. Cavabımız olacaq B variantı. Sonra yoldaşlar 10 Mart 2024-cü ildə düşən bir suala baxaq. Görək bu sualda nə deyir bizə? Had sold. Had soldsa yoldaşlar bunun tubisi necə olacaq? Had been sold. Və bizə Apples-da keçsin qabağa. Getdi, getdi. Baxaq, are var, getdi, had been sold. Gördünüz mü? Necə rahat suallardan biridir. 2 Mart 2025-ci ilə dair bir sual, yəni keçən ilə dair. Baxın yoldaşlar, baxın bu da bir tip sualdır. Necə? Burada müəyyən fərqliliklər eləyəcəyik. İlk öncə gəlməlidir xüsusi sual sözü. Burada xüsusi sual sözü nədir? When. Ondan sonra gəlməlidir köməkçi fiil. İndi burada dil varsa və burada interest mən tamamlandı. Deməli mən buraya yəqin ki verəcəm interest exams. Bax bu mənim tamamlanandır. Deməli word verəcəm. Ondan sonra mübtədan verəcəm. Yəni tamamlandı. Tamamlı artıq burada mübtəda funksiyası yenidir. Olacaq nə? Z yəni yaxşı bura pilosu köməkçi fiil. Sonra necə deyəcək? Mübtəda, yəni tamamlıq ki qabağa keçirdik. Ondan sonra nə gələcək? Əsas fiil. Yaxşı, Z interest exams gəldi. Sonra nə gələcək artıq? Sonra gələcək taken. Taken bu şəkildə. İndi gəl baxaq. Word-lə bir işlənməz A getdi. Word taken köməkçi fiillə əsas fiil gördüyümüz kimi yavaşı olmaz B getdi. Z yox. Tamamlıq gəlməlidir qabağa. C getdi. Birbaşa mübtəda gəlib D getdi. Word, interest, exam, taken cavabımız olacaq Y variantı. Bu qədər sadə. Bu da eyni şəkildə olan bir sualdır. Gəlin buna da baxaq. İlk öncə bilməliyəm ki, how əvvəldə gəldi. Düzdürmü? How əvvəldə gəldi. Sonra nə gəlməlidir? Milk varsa və vanilya ice cream varsa iz gəlməlidir. İzdən sonra vanilya gəlməlidir. Sonra bu gəlməlidir. P2-də milk gəlməlidir. Məsələn bu şəkildə olmalıdır. İndi gəlin baxaq. Are getdi. Birbaşa tamamlıq bura gəlməz. Burada make gedib axıra çıxıb, həm də binlə işlənməz. Burada was olmaz, is olmalıydı. Onun cavabımız olacaq Y variantı. Hə dostlar, 5 Martda düşən bir sual. Artıq bunlara dair çox işlədik. Məsələn, başqa tipdə olan bir sual 2008 qəbullar, yəni bu şəkildə. Hə yoldaşlar. Yəni yenə demək istəyirəm, əgər dərslərə qoşulmaq istəyirsinizsə, artıq bir neçə dəfə yazmışam. 994, 99, 702, 54, 4 nömrəsində yazırsınız. Sınaqlarımıza və mənim əyani dərslərimə gəlmək istəyirsinizsə, 994, 55, 582, 42, 41 nömrəsində yazırsınız. Əyani dərsləri qeydiyyata keçirsiniz və yaxud da OTK-nın sınaqlarına əyani gəlmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.